Teleaparıcı Rövşanə Ağasəf qızı ilə müğənni Mehriban Qəmbərov arasında canlı yayım zamanı yaşanan mübahisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Publika az milli aza istinadla xəbər verir ki, proqram zamanı aparıcının müğənninin keçmişinə toxunaraq plastik əməliyyatlar və bədən şəkilləndirmə etdirdiyini vurğulaması studiyada gərginliyə səbəb olub. Bu sözlərə Mehriban Qəmbərova sərt reaksiya verib. İfaçı bildirib ki, onun bədəni və şəxsi seçimi ictimai müzakirə mövzusu olmamalıdır. Bədənimin kimlər üçün maraqlı olması məsələsi düzgün yanaşma deyil. Bu, ən yaxşı halda yaxınlarımı, həyat yoldaşımı və ya sevgilimi maraqlandıra bilər, deyə müğənni cavab verib. Studiyada qarşılıqlı söz atışması yaşanıb və veriliş bir müddət gərgin atmosferdə davam edib. Sosial media istifadəçiləri məsələyə fərqli mövqedən yanaşıblar. Bəziləri aparıcının suallarını peşəkar jurnalist marağı kimi qiymətləndirsə də, digərləri şəxsi həyat və bədənlə bağlı mövzuların efirdə qabardılmasını etik hesab etməyiblər. Hadisə qısa zamanda gündəmə çevrilərək geniş müzakirələrə yol açıb.